kim nə deyir desin. Təranə Qumral deyir də, yaradır da, hansı verilişdə olsa, hamısı şok. Özə mən fikir vermişəm, hədəf yeri yaxşı mənada. Həyat yoldaşı Musa Musayevdir. Musa müəllim onu elə belə bir qəribə baxışları var. Təranə xanım danışır, Musa müəllimi təqdim edir, Musa müəllimin xarakterini açır, tökür. O da belə bir maraqlı baxışlarla ona baxır və bu günlərdə bir maraqlı açıqlamaya rast gəldim. Təranə xanım deyir ki, elə bir Musanı mən doğmuşam, mən beləmişəm. Ana necə öz övladını tanıyır, onun bədənində, qolunda, qıçında, kürəyində nə varsa hər şey bilir. Deyir, elə bil mən də onun anasıyam. Musanı məni kimi tanıyan yoxdur. Təranə xanım. Başdan ayağa, belə reytingsizdə. Mən düşünürəm, bu sevgidən irəli gəlir. Başqa nə ola bilər? Bir qadın bir kişini sevirsə, bir kişi qadını, yəni o onu sevirsə, təbii ki, belə açıqlama verməlidir. O onu belə tanımalıdır. Təranə xanım, bu sizin hardan ağlınıza gəldi? Deyirsiniz ki, elə bir Musa müəllimi, Musanı mən doğmuşam, mən beləmişəm. Çox maraqlı açıqlamadır. Elə bu sevgidir, başqa bir şey deyil. İnciməyin məndən. Bu bir çox, yəni ümumiyyətlə bu sevgidir. Bunun başqa bir izahı yoxdur. Məndən bu qədər. Sara Səfra, məhz Bahadırdan.